Bizim insanlara dediyimiz hər söz ya yüktür, ya tüktür. Tük o deməkdir ki, yüngüldür. Yəni bu sözü rahatlıqla qaldıra biləcək. Hətta onun ürəyindən xəbər verəcək. Yük isə o deməkdir ki, bu onun üçün ağırdır. Ona görə məni başa düşmür deyə şikayət etməkdənsə bunu düşünün. İndi mən ona bir söz dedim, ancaq o bunu qaldıra bilmədi. Yəni bu söz ona yük oldu. Beləcə mən onu yüklədim. Onun anlamayacağı sözü deyərək, onun səviyyəsində olmayan sözü ona yükləyərək. Göstərdiyi reaksiyadan başa düşməliyik ki, aha, bu söz ona yük oldu. Mənfi reaksiya göstərdisə, deməli yükü qaldıra bilməyib də. Yük olmasaydı belə reaksiya göstərməzdi. Onda nə edirik? Sakitcə deyirik ki, əşi, heç sənanın yeridir. Sən Allah bağışla, bilmədim. Yəni biz üzr istəyirik. Çünki üzr istəmə yuxarı səviyyənin əlamətidir. Ona görə də bir şey insan üçün tük deyilsə yükdür. Burada çarə onun bu yükü qaldırmasını gözləmək yox, sakitcə yükü geri çəkməkdir.